Fevralın 12-sində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Quliyevin sədrliyi ilə Sirac Kərimlinin məhkəmə prosesi keçirilib. Proses başlayan kimi vəkil Nemət Kərimli müdafiə etdiyi şəxsin dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkilin yanında oturması ilə bağlı vəsadət qaldırdı. Lakin məhkəmə buna şərait yaradılmadı və özü məhkəmə prosesində iştirak edirdi. Deyir ki, digər tərəfdən hal şahidi ifadə verərkən orada bir məsələ bildirmək istəmirəm. Orada məsələni o düzgün demədi və artıq dərhal hakim onu başa düşdü və onu yönəldici sual verdi. Hansı ki, əvvəl dövlət ittihamçısı və müvafiq tərəfi sual verməmişdi. Sual vermə hüququ hakimdə axırda olduğuna baxmayaraq. Ben buna etiraz edim, tələb etdim ki, protokola qeydlər edilsin. Lakin qeydlər etmək əvəzinə mənə 2 dəfə xəbərdarlıq elədi. Sifarişlə olan işdir, Siracın da olanların içində həbsi. Məhkəmədən bir qəhrəmanlıq gözləyərəm, o da bu məhkəmələrdə mümkün olası şey deyil. Çünki məhkəmə əgər haqqla, ədalətlə getsə, indi Azərbaycan şərəfində məhkəmənin haqq ədalət tərəfində durması onun qəhrəmanlıqdır. Elə bil ki, düşmən cəbhəsini yarıb o tərəfə keçmiş bir qəhrəman kimi bir şeydir. Onu da indiki məhkəmələrdən çətin ki, onlar bu qəhrəmanlıq eləyə bilər. Növbəti məhkəmə prosesi 19 fevral saat 14:00-a təyin edildi. Sirac Kərimli 2014-cü ilin iyulun 17-sində küllü miqdarda narkotik saxlama, satma maddəsi ilə həbs olunub. Amnesty International təşkilatı Sirac Kərimlini vicdan məhbusu kimi tanıyıb. Haq yerin tapacaq. Haq yerin tapacaq. Allah böyük. Quru böhtandır. Quru böhtandır.